Salam dəyərli izləyicilərimiz. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq 2-ci mərtəbənin dəhlizinə. 2-ci mərtəbə qalxan pilləkənlər. Burada bir otaqdır. Burada eyvanı, evimizin 2-ci otağıdır. Həyətə çıxıb həyətini də göstərəcəm və evin özündə. Buradakı 3-cü otaqdır. 2-ci mərtəbə kombi sistemindən qızdırılır. 1-ci mərtəbə isə boydan boya istipoldur. Yəni 1-ci mərtəbədə monolit istipol. Bu hamamın ayağı olsun göstərim sizə. 1 ilə 2-nin arası yenə də beton monolit, yuxarıdan da ki beton kəməri. Tam qoşadaşdır. Bu da ki pilləkəni betonla yığılıb, üstünə mərmər qranit döşənib. Bir daha sizə göstərim. Bu da bizim 1-ci mərtəbə. Evimizin giriş qapısıdır. Bütün 1-ci mərtəbə beton monolit istipoldan ibarətdir. Evimizin iri bir mətbəxi. Mətbəxin pəncərəsi vitrajlı pəncərədir. Öz həyətinə baxır. Burada qonaq otağıdır. Belə bir qonaq otağıdır. Və bu da ki hamamın ayağı yolsudur. Qaz su problemsizdir. Hazır kupçalı. Çıxaq evimizin həyətinə. Evimizin həyəti hündür ərazidə yerləşir. Evimiz Masazır qəsəbəsində, Cantəpədə. Burada bir gül çiçək əkmək üçün yeri var. Bu da ki evimiz. Belə bir evimizdir. Həyətin darvazası. Burada da belə bir boşluq yeri var. Bir daha size evi göstərim. Əla evdir. Tam qoşadaş, hər mərtəbəsi beton monolit. Hazır kupça. Qiymət də ki 105.000 manat. Kim alsa Allah xeyir versin.